Dəyərli alimlərimizdən biri Ayətullah Behçətdir. Mən adətən ondan misallar gətirərəm. Çox insanlar ondan misal gətirirlər. Onun Qurani-Kərim barəsində belə bir kəlamı var. Buyurur ki, əgər bu kitab əlimizdə olmasaydı, amma xüsusiyyətləri bizim üçün izah olunsaydı da, məsələn, o bütün dərdlərə şəfadır, ruhumuzu sakitləşdirir, yəni həyatımızda istədiyimiz hər bir şeyi orada tapa bilərik. Bizə lazım olan hər bir şeyi orada tapa bilərik. Əgər belə bir kitab bizim üçün vəsf olunsaydı, biz hazır idik ki, böyük xərc çəkək, gedək, heç olmasa vitrin arxasında da olsa kitabı görək hələ bu necə bir kitabdır. Və əgər mümkün olsa, onu açıb oxuyardıq bir dəfə və yaxud hər hansı bir şəkildə onu əldə etməyə çalışardıq. Amma təəssüflər olsun ki, bizim üçün adiləşib. Ona görə adiləşib ki, əlimizin altındadır, əl çatandır. Ümumiyyətlə belədir də, nemət nə vaxt adiləşir insan üçün? O vaxt ki, əl çatan olur. Yəni, mənimdir, bu əl çatan da əlimin altındadır, adiləşir insan üçün. Və insan şükr etmək xüsusiyyətini də o vaxt itirir. Hər şey adiləşir onun üçün. İnsan üçün gərək adiləşməsin. Qurani-Kərim bizim üçün adiləşib deyə sadə bir kitaba çevrilib. Evimizdə də Qurani-Kərimin nüsxələri, kitablar çoxdur deyə. Ona görə biz çox da əhəmiyyət vermirik. Halbuki belə olmamalıdır. Qurani-Kərim bizim üçün çox əhəmiyyətli olmalıdır. Onun elə əl çatımlı olması Allahın bir lütfüdür bizə. Bu nəfəs almaq kimi, hava kimi bizə necə hava alanda, nəfəs alanda biz əziyyət çəkmirik. Çox rahat şəkildə, heç yadımıza da düşmür. Amma o nəfəs hava olmasa necə biz əziyyət çəkərik, necə həyatı davam etdirmək mümkün olmayacaq. Qurani-Kərim də bəli, bu cür əl çatandır bizim üçün. Amma biz bunun qədrini bilməliyik. Bilməliyik ki, bizim üçün həyati əhəmiyyət kəsb eləyir.